İzləyicimiz bizə sosial media hesabına yazıb ki, avto qəzada mənim avtomobilimə 4700 manat zərər dəyib. Sığorta şirkəti bunun yarısını ödədi. Qalan yarısını qarşı tərəfdən məhkəmə yolu ilə ala bilərəmmi? Başa düşdüm. 4700 manat olduğu halda və bir hadisə nəticəsində vurulmuş zərərdirsə, sığorta şirkəti əgər orada digər hal yoxdursa, 4700 manat məbləğini təsdiq edibsə, sığorta şirkəti Hamısını ödəməli deyil əslində. bütövlükdə ödəniş etməlidir. Lakin belə bir vəziyyətlər yaranır ki, misal üçün, nəqliyyat vasitəsini idarə edən şəxs qadağan olmuş yerdə nəqliyyat vasitəsini saxlayır. Bəli. Sərnişin bu anda arxa qapını açır və maşından düşür. Bəli. Daha doğrusu düşməyə cəhd edir. Və bu anda arxadan gələn avtomobil gözlənilmədən açılan qapıya dəyir. Bəli. Həm qapı zədələnir, həm də ki arxadan hərəkət edən avtomobil. Belə olduğu halda Bəli. burada həm sürücü barəsində inzibati icraat açılır, çünki sürücü qadağan olmuş yerdə saxlayıb. Və eyni zamanda sərnişin barəsində inzibati icraat aparılır. Çünki sərnişin gözləməlidir, yəni diqqət etməlidir qapına, nəqliyyat vasitəsinə minib enən zaman. Bəli. Belə olduğu halda nəticə etibarı ilə bir iş üzrə iki inzibati icraat, daha doğrusu iki inzibati qərar olur. Əgər belə vəziyyətdirsə, sığorta şirkəti məbləğin 50%-ni ödəyir, bəli. Çünki sığorta şirkəti sürücünün məsuliyyətini sığortalayıb. Sərnişinin məsuliyyətini sığortalamayıb. Bəli. Ona görə yerdə qalan hissədə məhkəmə qaydasında sərnişindən tələb edə bilər. Lakin dediyim kimi, əgər 4700 manat məbləği tam olaraq sığorta şirkət tərəfindən təsdiq olunub və bu kimi iş üzrə 50% ödənilibsə,